намерение во время учебы. Dərs zamanı niyyət. Мы с Божьей помощью начинаем Biz изучать Yaradanın köməyi ilə сферу. 10 sfirot təliminə başlayırıq. Основополагающая книга Bu, в науке Каббала. Kabala elminin əsasını təşkil edən kitabdır. O, bizim nəsil, yeni nəsil üçün yazılmışdır. Çox mürəkkəb və çox dərin kitabdır. Bütün Kabala elmini əhatə edir və o, insanın inkişafı üçün lazım olan hər bir şeyi özündə birləşdirir. Sözün əsl mənasında. Bal-Sulam 10 sfirot təlimini yazmamışdan əvvəl Arinin Həyat Ağacı kitabının əsasında Lixaxam, Panimeyrot Mezburot kimi müxtəlif qaralamalar yazmışdır. O, bu tədbiri görməklə özünü kitabın yazılmasına hazırlayırdı. Bu kitaba hazır olmaq lazımdır. Bu kitabın vasitəsilə biz başlıca olaraq mənbəyə qayıdan işığı alırıq. Ona görə də təlim zamanı bunu yaddan çıxarmaq lazım deyil ki, kitab bizim ruhaniyyətdə inkişafımızın mərhələləri haqqında danışır. Əgər biz buna cəhd göstərsək, oradan bu qüvvəni alarıq.